Həsən el-Basri rahimehullah buyurur ki, qəlbin fəsadı bu 6 şeydən əmələ gəlir, üzə çıxır. Qəlbin fəsadı. Birincisi, tövbə ümidi ilə günah edirlər. Tövbə ümidi ilə günah edirlər. Yəni günah edir və fikirləşir ki, Allah bağışlayandır, Allah rəhm edəndir və nə vaxt tövbə eləyərəm. Bu birinci insan qəlbindəki xəstəlikdir ki, qəlbin fəsadıdır ki, bu ümidlə günahlar edir. İkinci, elm alır və əməl etmirlər. Elm alır və əməl etmirlər. Və neçə ayə eşidir, neçə hədislər eşidir. Görsən ki, nə ayəni əməl etmir, nə hədisi əməl etmir. Qonşu haqları olsun, valideyn haqları olsun, oğul haqları olsun və başqa məsələlər görsən ki, əməl etmir. Üçüncü, əməl edirlər ixlassız olaraq. Üçüncü, yəni hətta əməl etsə belə ixlaslı deyil. Yəni Allah üçün deyil. Qəlbi saf deyil. Allaha ram olunmuyub. Tabi olunmuyub. Əməli xalis Allah üçün deyil. Dördüncü, Allahın ruzisini yeyirlər, şükür etmirlər. Allahın verdiyi ruzini yeyirlər, şükür etmirlər. Yəni, görsən ki, Allah subhanahu teala insana neçə ruzi verir. Ruzi təkcə burada Həsən el-Basri indi yeməklə desə belə, amma ruzi təkcə yeməklə deyil. Paltar, geyim yəni, minik, övlad və başqa nemətlər ki, o Allahın insana verdiyi ruzisidir və ona şükür etmir. Beşincisi, Allahın böldüyü ilə razı qalmırlar. Yəni, insanın Allaha verdiyi bir pay, bir nəsib, yəni bir qism deyək, pay, Allah ona verirsə, onunla razı qalmır. Hətta buna uyğun hədis var. Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, nicat qazandı o kəs ki, İslamı qəbul etdi və ona verilən ruzi ilə qənaətlənər. Yəni, razı qalar, kifayətlənər. Və altıncısı, öz ölülərini bastırırlar, dəfn edirlər, amma oradan dəst götürmürlər, ibrət götürmürlər. Təəssüf ki, indiki zamanda onu görürük ki, çoxumuz qəbristanlığa meyiti bastırırıq, dəfn edirik. Amma nədir, çoxumuz oradan elə gülərək, danışaraq, oradakı olan abu havadan ibrət almırıq.